biyologiya, parapsixologiya kimi mövzuları bilmədən, beyin sahəsində heç bir qaynaq əldə etmədən, beyin sahəsi ilə bağlı, limbik sistemlə bağlı, prefrontal kortekslə bağlı, cerebellum kortekslə bağlı, serebral kortekslə bağlı, hipotalamusla bağlı, hipokampusla bağlı mövzularda bilgi sahibi olmadan beyin və beyinə bağlı olan psixoloji, parapsixoloji xəstəlikləri müalicə etdiyinizi iddia edərək insanlardan vəsait almış olduğunuza hər kəs şahiddir. Yəni səhifəniz bu istiqamətdə çalışır. İndi gəldik digər bir məsələyə. Mənim qardaşım, siz inansızsınızsa, qeyb məsələsində Tanrı, sizin inandığınız Tanrı və inandığınız müqəddəs kitablar bir ton məhdudiyyət qoyur. Məhdudiyyətlərdən biri budur ki, bu tip fəaliyyətlər doğru və legitim qəbul olunmuş. Gəldik ikinci bir məsələyə. Sizin ayətlərinizdən bir açıq şəkildə qeyd edir ki, ruhlar və cinlər barəsində səndən soruşsalar bu peyğəmbərə xitabəndir. Bu sahə, bu mövzu cinlər demir, ruhlar deyil. Bu mövzu, yəni sizin cinlərlə bağlı olan mövzu barədə soruşsalar bu mövzu açıqlanan bir mövzu deyil. Mən belə başa düşdüm ki, sizin inandığınız Tanrı cinlərlə bağlı mövzunun açıq mövzu olmadığını, peyğəmbərinizin belə peyğəmbərinizə xitaben, peyğəmbərinizə xitaben deyilən sözdür bu. Peyğəmbərinizin belə paranormal, şeytani, paranormal cinlər, əcinələrlə bağlı mövzuda kapalı qaldığı halda siz bu istiqamətdə araşdırma aparıb insanlara bilgi paylaşırsınızsa ya peyğəmbərdən ya da ki, İslami qaynaqlardan özünüzü daha ağıllı və ya daha Məqsəd bağırlı sevib ləqəbli ateist yığını məndən soruşub mikrobiyolojiya. Mikrobiyolojiya bu. Kendi dışkımı yedim. Hatta onun dışında ineklerinkini de tattım. Azərin qoyduğu şəkil. Bunun alim qəbul etdiyi. Mikroorqanizmləri araşdırır, amma özü nəcis yeyir. İkinci məsələ. Parapsixologiya elmə məlum olmayan, psixologiyanın sözə bilmədiyi məsələləri araşdırır. Yəni, sənin kimi insanları, əgər məni izləsəydi, bir çox beyinlə əlaqədar çıxışlarım olub, yəni də onun cavab verir. Limbik sistem beynin ətraf mühitində yerləşən qatlarıdır. Duyğuları, xatirələri, motivasiyaları tənzimləyir. Prefrontal korteks, yəni ön lob, ayədə də bildirildiyi kimi bunu əvvəl də demişəm. Əlaq surəsi 15-ci 16-cı ayə. Onların ön lobundan, kəkillərindən tutub o yalancıları cəhənnəmə atacam. Mən ön lob, yalan danışmaq, sosial davranış, hərəkətdə funksiyonlarına cavabdehdir. Sənin ön lobunda problem var. Həm sifətindən bilinir, həm də sən sosial davranışı bacarmadığına görə, hətta şəhidin anasını söydüyünə görə cəza almış adamsan. Cerebellum korteks beynin tamamı deməkdir. Bu orta hissə. Baxın, səndə orada o qədər enerji var ki və tez-tez danışmağım da o enerji səbəb olur. Yəni, sən dediyin cin, görünməyən, bilinməyən də varlıq deməkdir. O orada təsir edərək, həmin bölgəni qızdırır və orada tük tökülür. Öndə də elə, o qədər yalan danışırsan ki, idarə etmə lobuna tərəf deyirəm ki, tökülür. Və gözün və cerebral korteksdən gözündə problem var. Çünki cerebral korteks gözü, danışığı, dili tənzimləyir. Orada enerji olduğuna görə tez-tez danışırsan, insanların sözünü kəsirsən və öz fikirlərini üstün bilərək özünü öyündürürsən. Bunların hamısı cerebral korteksdən irəli gəlir. Qaldı hipokampus, aclıq, susuzluğu beyin ötürür ki, acmısan, susamısan. Hipokampus qısa yaddaşı uzun yaddaşa çevirir. Məsəl üçün, sən oturub mənim videoma baxsan və fikirləşsən ki, həqiqətən də mənim buram tökülür, oram belədir, buram belədir. Görərsən ki, həqiqətən də sən Allaha üsyan eləmiş və sonra Allaha şirk qoşmuş və yalan danışmış insan olaraq sənin beynimin tamamında idarə etməsində problem var. Gəl mən sənin bu beyindən bəzi şeyləri də əlavə eləyim. Talamusdan danışım, beynin talamus hissəsindən. Beyində olan bütün siqnalları beyin qabığına ötürür. Qorxudan başqa. Gəl biraz da beyin kötüyündən danışaq. Uzun beyin, orta beyin deyirlər. Tam orta hissə. Uşaqlarda tez birləşdiyinə görə ona üzr istəyirəm, əmgəh deyirlər. O nə işə yarayır?
tənəffüs, ürək döyüntüsü və çox maraqlıdır, uşaqlarda o beyin ara kəsmələri gec birləşir. Çünki çanaqdan çıxanda əzilməsin, sıxılmasın, dağılmasın deyə. Bir də beynin neyrotransmitter var. Yəni beyni serotonin, həzz, dopaminlə təmin eləyir. Biz bunu ibadətlə alırıq. Sən ateist qızlarla, energetik içkilərlə alırsan. Qaldı ki, sənin dediyin dinimizdə cinlərə qadağan, elə bir qadağan yoxdur. Allahın göndərdiyi Quran-Kərimdə Cinlər surəsi var. Cin surəsi. Və orada ətraflı məlumat verir. Qadağan olan ruhları araşdırmaqdır. Ruhlarla bağlı bizim heç bir əlaqəmiz yoxdur. Bir də ki, mən heç kimi cin çıxardıram adından, şarlatanlıqla, heç kimdən pul almamışam. Qaldı ki, sənin kimi şərəfimi çıxıb 2 jetona satmıram və ilahi yaradana ibadət eləyirik və istədim ki, sənə bu yöndən də cavab verim. Və qaldı ki, mən müsəlman olaraq sənə hörmət elədim, sözümü kəsmədim. Sən isə üstünə qoyub getdin. Başqa məsələlərə Allah müsəlmanların malına, canına bərəkət versin. Şeytanın kimə nazil olduğunu, kimə enəcəyini, yəni şeytan bir sifətdir, sənin sifətin kimi. Onlar hər bir günahkara, hər bir günahı eləmirsən, hər bir yalancıya, yalanların ortadadır. Hər bir iftiraçıya və yaxud da iftira atırdın. Enər, onların əksəriyyəti yalancılardır. Və ön lobundan, prefrontal lobundan da bilinir ki, yalancısan. Allahın salamı, xeyir bərəkəti olsun müsəlmanlara.